İnteriyer dizaynda çoxumuz ilk olaraq məkanın necə görünəcəyini düşünürük. Amma dizaynerlər deyir ki, yaxşı interiyer estetikadan əvvəl doğru planlama ilə başlayır. Bəs bu planlama necə qurulur? Gəlin birlikdə öyrənək. İlk olaraq müştəri ilə görüş keçiririk. Onun istəklərinə uyğun məkana da baxış keçirərək bir üslub seçirik. O üsluba əsasən həm mebel yerləşimi, həm də zonanın rahatlığına uyğun funksional bir mebel yerləşimi edirik. Sonrasında isə artıq 3D vizualizasiyaya keçirik. Mənim kimi başqaları da dizaynerə hazır ideyalarla gəlir. Amma layihə heç də fikirləşdiyimiz kimi irəliləmir. Çünki hər məkanın öz ölçüsü və quruluşu var. Biz çalışırıq ki, müştərinin istəyinə və məkana əsasən bir planlama edək ki, nəticə müştərinin ürəyincə olsun. Müştərinin təsdiqini aldıqdan sonra texniki planlama bütün dəqiqliyi ilə aparılır ki, heç bir problem yaşanmasın. Ardınca tikinti prosesinə, yəni qrafik təsvirlərə keçid edirik. Artıq bundan sonra iş tam olaraq başlayır. Mən bütün istəklərimi bildirdim və dizaynerlərin fikirlərini aldım. Qarşıda isə başqa mərhələlər var.